Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. Allaha və onun elçisinə itayət edin. Əgər üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir. Allah, ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun. Lakin onları əhv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah bağışlayandır, rəhimlidir.